Koç bürcü 19 aprel 2025-ci il olduqca uğurlu gündür. Müsbət münasibət, emosional yüksəliş sayəsində dağları sözün əsl mənasında yerindən tərk edə biləcəksiniz. Bir çox Koç bürcü nümayəndəsi cazibədarlığından istifadə edərək sərfəli razılaşmalar əldə edəcək. Başqalarının mümkünsüz hesab etdiyi məsələlərin öhdəsindən gəlmək mümkün olacaq. Bu reputasiyanızı möhkəmləndirəcək və karyera yüksəlişi şansınızı artıracaq. Vacib mövzuların müzakirəsini qeyri-rəsmi şəraitdə aparmaq daha yaxşı olar. Ümumi dil tapmaq və kompromis əldə etmək asan olacaq. Xırda məsələlərə həddindən artıq önəm verməmək məsləhətlidir, xüsusən də yaxınlarınızla münasibətlərdə. Boğa bürcü 19 aprel 2025-ci il günün əvvəlində uğurlu olsanız da asan keçməyəcək. Tez-tez mübahisə etdiyiniz insanlarla münasibətləri düzəldə biləcəksiniz. Bəzi köhnə rəqiblər tərəfinizə keçə bilər. Bir çox boğa bürcü nümayəndələri yeni perspektivləri görəcək və onlardan faydalanacaq. Vacib işləri təxirə salmayın. Sonradan daha çətin ola bilər. Günün ikinci yarısında yaxınlarınızın problemlərinə kömək etməyə vaxt ayırmalı olacaqsınız. Özünüzü nəzarət altında saxlayın. Emosiyaların artması vəziyyətləri düzgün qiymətləndirməyə mane ola bilər. Əkizlər bürcü 19 aprel 2025-ci il günün əvvəlində çətinliklər ola bilər, amma vəziyyət tezliklə yaxşılaşacaq. Səhər mühüm işlərə başlamamaq daha yaxşıdır. Əsəbilik ünsiyyətdə problemlər yarada bilər. Ona görə də əkizlərin əksəriyyəti tək başına yerinə yetirilən gündəlik işlərə fokuslanmalıdır. Zamanla şərait müsbətə doğru dəyişəcək. Özünüzü toparlayacaq, mürəkkəb situasiyalarda yaradıcı həll yolları tapacaqsınız. Xarici tərəfdaşlarla danışıqlar uğurlu keçə bilər. Nüfuzlu dəstəkçilərin meydana çıxması mümkündür. Xərçəng bürcü 19 aprel 2025-ci il olduqca gərgin gündür. Səhər saatlarında diqqətinizi cəmləmək çətin ola bilər. Bir çox xərçənglər başqaları ilə ortaq məxrəcə gələ bilməyəcəklər. Heç kim güzəştlik etmək istəməyəcək. Bu səbəbdən yeni layihələrə başlamaq üçün əlverişli zaman deyil. Daha yaxşısı əvvəl başladığınız işləri tamamlayın və sənədlərinizi qaydaya salın. Axşam saatlarında ev işləri və ailə məsələləri ilə məşğul olmaq lazım gələcək. Xırda fikir ayrılıqları mümkündür. Lakin istəsəniz münaqişələrin qarşısını vaxtında ala bilərsiniz. Şir bürcü 19 aprel 2025-ci il ilham verici gündür. Günün əvvəlindən başlayaraq yaradıcı ideyalarınız çox olacaq. Bu da bir çox çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. İntuisiyanıza qulaq asın. Sizi doğru yola yönəldəcək. Bir çox şir bürcü nümayəndəsi faydalı insanlarla tanış olacaq. Köhnə əlaqələri bərpa edəcək. Başqalarının hisslərinə qarşı həssaslıq sizə əlavə üstünlük qazandıracaq. Yaradıcılıq qabiliyyətləriniz ortaya çıxacaq. Özünüzü yeni bir sahədə sınamaq üçün əla vaxtdır. İlk uğurlar çox gözlətməyəcək. Qız bürcü 19 aprel 2025-ci il olduqca uğurlu gündür. Səhər saatlarında bəzi qız bürcü nümayəndələri həmkarları ilə münaqişədən qaça bilməyəcək. Lakin bu qarşıdurmalar ciddi nəticələrə səbəb olmayacaq. Yaxınlarınızın problemlərinə vaxt ayırmalı olacaqsınız. Lakin səbir və soyuqqanlılıq hər şeyin öhdəsindən gəlməyə imkan verəcək. Günün ikinci yarısında digər insanların motivlərini anlamaq daha asan olacaq. Bu isə davranışları və müzakirələri uğurlu edəcək. Artan cazibədarlığınız diqqətdən yayınmayacaq. Tərəzi bürcü 19 aprel 2025-ci il qarşıda məhsuldar bir gün var. Enerji və motivasiya artımı sizə böyük işlərin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox tərəzi bürcü nümayəndəsi rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və dəyərli ideyalar irəli sürəcək. Nüfuzunuzu artırmaq, həmkarların rəğbətini qazanmaq üçün əlverişli zamandır. Gün ortadan sonra emosional həssaslıq arta bilər. Tənqidlərə qarşı həssas olmayın. Bu soyuqqanlığınızı, müsbət əhval-ruhiyyənizi qorumağa kömək edəcək. İntuisiyanız sizə düzgün yol göstərəcək. Əqrəb bürcü 19 aprel 2025-ci il olduqca əlverişli gündür. Qeyri-adi məsələlərin mahiyyətini anlamaq, faydalı məlumatlar əldə etmək mümkündür. İşlərinizdə dəyişikliklər etmək, təşəbbüslər irəli sürmək üçün uyğun zamandır. Rəhbərlik bu təşəbbüsləri qiymətləndirəcək. Bu da karyera yüksəlişi üçün imkanlar yaradacaq. Bir çox əqrəblər yaxşı xəbərlər ala bilər. Axşam saatlarında ailə məsələlərinə vaxt ayırmalı olacaqsınız. Lakin bu sizi yormayacaq. Ortaq maraqlarınız olan insanlarla görüşmək faydalı ola bilər. Oxatan bürcü 19 aprel 2025-ci il gün qeyri-müəyyənliklə müşahidə olunacaq. Səhər bir qədər əsəbi olacağınız üçün diqqətinizi toplamaq çətin olacaq. Bu səbəbdən oxatanlar daha çox tək başına yerinə yetirilən işlərlə məşğul olmalıdırlar. Ünsiyyət məhdudlaşdırmaq faydalıdır. Çünki hətta etibarlı insanlar belə sizi bugün tam başa düşməyə bilər. Axşama doğru əhvalınız sabitləşəcək. Başladığınız işləri uğurla başa çatdıracaqsınız. Təcrübəli insanlardan alacağınız məsləhətlər çox faydalı olacaq. Oğlaq bürcü 19 aprel 2025-ci il. Bugün çox yüksək gözləntiləriniz olmasın. Vəziyyətlər sizin xeyrinizə inkişaf etməyə bilər. Köhnə tərəfdaşlar vədlərinə əməl etməyə bilər. Kiçik fikir ayrılıqları da mümkündür. Bir çox Oğlaq bürcü nümayəndəsi inadkarlıq göstərəcək ki, bu da münasibətləri korlaya bilər. Yeni layihələrə başlamaq, taleyə yüklü qərarlar qəbul etmək üçün uyğun zaman deyil. Yaxınlarınızla sakit və təmkinli ünsiyyət qurmaq mübahisələrdən qaçmağınıza kömək edəcək.
Dolça bürcü 19 aprel 2025-ci il. İşləri qaydaya salmaq üçün yaxşı gündür. Səhər saatlarında əhvalınız o qədər də yaxşı olmayacaq. Adətən yaxşı anlaşdığınız insanlarla belə ünsiyyətdə çətinliklər yaşana bilər. Bir çox dolça bürcü nümayəndələri həssas olacaqlar ki, bu da məqsədlərinə çatmağa mane ola bilər. Yeni tapşırıqlar götürməyə tələsməyin. Ən yaxşısı başladığınız işləri tamamlamaqdır. Günün ikinci yarısında müsbət tendensiyalar üstünlük təşkil edəcək. Yeni ideyalar yaranacaq və işlərinizdə uğur qazanacaqsınız. Balıqlar bürcü 19 aprel 2025-ci il. Gün çətin başlayacaq. Səhər saatlarında həssas və emosional olacaqsınız. Bu bir tərəfdən başqaları ilə ortaq dil tapmağa kömək edəcək. Digər tərəfdən isə incikliklərə səbəb ola bilər. Enerjinizi düzgün istiqamətə yönəldin. Bu halda işlərdə uğur qazanmaq mümkün olacaq. Axşam saatlarında balıqlar bürcü nümayəndələri emosiyalara nəzarətdə çətinlik çəkə bilər. Əhəmiyyətli qərarlar qəbul etməkdən, mübahisəli məsələləri müzakirə etməkdən çəkinmək yaxşıdır.